Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Həzrət Zəhra salamullah əleyhanın şəhadəti münasibəti ilə damıza başsağlığı veririk. Xanımın fərdi və ictimai həyatına baxdıqda bir çox əməlləri ilə özündən sonraki nəsillərə mesajlar ötürmüşdü. Və onlardan biri Həzrət Zəhra salamullah əleyhanın öz imamına necə itaat etməyi və bu yolda hətta öz canını belə qurban verməsidir. Və bugün bizim də imamımız var. Biz də öz imamımızı müdafiə etməliyik. Zülmün qabağında müdafiə etməliyik. O qeybdədir. Zuhuruna zəminə yaratmaqla müdafiə etməliyik. Bu günləri İslam ideologiyası ilə, Əhl-i-Beyt ideologiyasından mübarizə aparanlarla mübarizə aparmalıyıq. Bu da Həzrət Zəhra salamullah əleyhanın bizə verdiyi mesaj. Onun şiyələrindən olmaq istəyiriksə, o xanımın həyatında yaşadıklarını öz həyatımızda bacardığımız qədər tətbiq edək. Yalnız ağlayaraq, yalnız matəm saxlamaqla şiyəlik olmaz. Şiyəli Həzrəti Fatimə onun balalarının, həyat yoldaşının, atasının ideologiyasını yaşatmaqla məlum olar. Hər birinizi Allaha tapşırırıq. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.